Xoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adıyla başlayıram. Bugünkü söhbətimiz İslam dinində ən böyük günahlardan biri fitnə, fəsad salmaq haqqındadır. Bu günah Peyğəmbər əleyhissalamın ən böyük günah olaraq göstərdiyi 10 böyük günah arasında yer alır və Quran-ı Kərimin də ayələrində əbədi cəhənnəm vədəsi verilməsi ilə sabitdir. Deməli, fitnə, fəsad salmaq nədir? Fitnə, fəsad salmaq insanlar arasında davadalaş salmaq, onların birliyini, vəhdətini pozmaq, asayişi pozmaq, yəni bir sözlə pozuculuq fəaliyyəti həyata keçirmək, bunun da nəticəsində insanları bir-birinə düşmən etmək. Deməli, bunun ən kiçik səviyyəsi bir insanın bir neçə insanı bir-birinə düşmən eləməsi, ən kəskin forması isə bütünlüklə bütöv bir cəmiyyəti, bir ümməti, bir qoşunu, bir ordunu arasında deməli fitnə fəsad salmaq və pozuculuq fəaliyyəti həyata keçirməkdir ki, bu günahın ən şiddətli halı məhz budur. Ümumilikdə, bütövlükdə bütün cəmiyyəti yolundan döndərmək, insanları başqa yola azdırmaq. Deməli, bildiyimiz kimi varlıqlardan ilk fitnəni iblis törətmişdir. İblisin fitnəsi nəticəsində Həzrət Adəm əleyhissalam və Həvva xanım cənnətdən çıxarılmışdır. Bundan sonra Peyğəmbər əleyhissalam vəfat edəndən sonra İslamda ilk fitnəni, İslamda ilk məzhəb olan xəvaricilər törətmişlər. Onlar Əli ibn Əbu Taliblə Muaviyə ibn Əbu Süfyan arasında olan Siffin döyüşündə ortaya çıxmışdılar və onlar təkfirçi idilər. Yəni, insanları hər bir günahdan ötürü, böyük günah, kiçik günahdan ötürü kafirlikdə günahlandırırdılar və onlar deməli 3-cü xəlifə Osman ibn Əffan və 4-cü xəlifə Əli ibn Əbu Talibi də şəhid etmişdilər. Bundan sonra İslam cəmiyyətində, ümmətində Peyğəmbər əleyhissalamdan sonra çox böyük fitnələr oldu. Bunların hamısından danışmaq yox, onların ən kəskini və böyükləri haqqında da məlumat vermək istəyirik və bildirmək istəyirik ki, bu nə qədər təhlükəli böyük günahlardandır ki, bütöv bir ümməti, İslam ümmətini elə şəkildə parçaladı ki, indi də o vəhdət mümkün deyil. Heç qiyamətə qədər də inanmıram ki, müsəlmanlar vəhdəti yaranacaq. Bunlar deməli Əməvi ailəsi ilə bağlıdır. Əməvi ailəsinin deməli atabala nümayəndələri ilə Muaviyə ibn Əbu Süfyan və oğlu Yezid ibn Muaviyə haqqındadır. Deməli, Muaviyənin İslam ümməti içərisində fitnələri saysız hesabsızdır. Mən onların 3-4-ü haqqında məlumat vermək istəyirəm. Birinci onun fitnəsi, yəni Əhl-i-Sünnət tarix kitablarında alimlərinin də qeyd etdiyi kimi, qəbul etdiyi, təsdiqlədiyi kimi Muaviyə minlərlə yalan hədis uydurmuşdur. Pul verərək, müəyyən vəzifə, məqam verərək, müəyyən səhabələrə yalan hədis uydurmuşdur. Bizdə faktı qeyd etmək istəyirəm ki, Peyğəmbər əleyhissalamdan ən çox hədis nəql edən Əbu Hüreyrədir. Bu adam Siffin döyüşündə Həzrət Əlinin qoşunda idi, Həzrət Əleyhissalamın tərəfdarı kimi görsənirdi. Axşamlar isə Muaviyənin süfrəsi başına keçib otururdu və Muaviyənin özünün süddən hazırlanmış bir muzeyra adında bir yeməyi var idi və gündüzlər Həzrət Əleyhissalamın ordusunda, axşamlar isə Muaviyənin yanında deməli yemək yeyirdi və bu əqidəsinə görə ona Şeyxul Muzeyra adı da qoymuşdular. Bundan başqa Muaviyənin ikinci ən böyük fitnəsi onun Peyğəmbərin həyat yoldaşı Ayşə xanımı Osmanın qətlində olan günahkarları ortaya çıxartmaq bəhanəsi ilə deməli qohumu əmsi oğlu Mərvan ibn Həkəmin vasitəsilə, Təlhənin vasitəsilə onu qızışdırıb
Həzrət Əleyhisselam qarşı müharibə etməyinə səbəb olmuşdu. Belə ki, Peyğəmbər Əleyhisselam vəfat eləyəndə bu tarix kitablarında da öz əksini tapmışdır. Ayşə xanıma və həyat yoldaşlarına çölə çıxmamağı, evdə oturmağı məsləhət bilmişdi və xüsusilə Ayşə xanıma Həzrət Əli əleyhissalamla xüsusi onun münasibətinə görə ona məndən sonra Həzrət Əli əleyhissalama qarşı çıxmamağı xüsusilə tapşırmışdı. Əfsus ki, Ayşə xanım naməhrəmlərlə ordu təşkil etdi, Əskər adlı dəvəyə mindi və Cəməl müharibəsini törətdi və Həzrət Əleyhisselamı Bəsrəyə təyin etdiyi valinin saqqalını kəsdi. Orada 70 nəfər müsəlman öldürüldü və bundan sonra Cəməl müharibəsi törəndi ki, orada da həlak olan müsəlmanların sayı 40 mindən çox olaraq göstərilir. Ayşə xanım ömrünün axırına qədər Muaviyyəyə lənət oxumuşdur. Bu, onu belə təhrik etdiyinə görə çox peşmanlıq keçirmişdir. Həzrət Əleyhisselam da ona həqiqətən çox böyük sayğı ilə yanaşmışdır və 40 nəfər bildiyimiz kimi kişi əskər paltarında olan qadınlarla onu Mədinəyə hörmətlə yola salmışdır. Bundan sonra onun Muaviyyənin üçüncü ən böyük fitnəsi Süffin döyüşünü gətirib çıxarmışdır. Onun fitnəsi nəticəsində 657-ci ildə Cəməl müharibəsi 656-cı ilin dekabrında baş vermişdi. Bir ildən sonra yenə onların arasında böyük bir döyüş olmuşdu və bu döyüşdə 25 min Həzrət Əleyhisselamın qoşunundan və 45 min Muaviyyənin qoşunundan müsəlman ölmüşdü ki, bu da ümumilikdə 70 bin müsəlmanın öldürülməsi demək idi ki, və burada da Muaviyyə deməli döyüşdə qoşunu darmadağın olmaq ərəfəsində idi və o məğlub olduğunu görüb yanındakı münafiqlərdən biri Əmir ibn Əlasın xüsusilə o təhriki ilə gəlmişdi bu müharibəyə və ondan yardım istədi. Onun məsləhəti ilə hörmətli izləyicilər təsəvvür edin ki, Qur'anı yer üzərində ondan böyük müqəddəs dəyər yoxdur. Qur'anı nizələrə deşib sancdılar və aramızda Qur'an hakim olsun deyimlə Qur'anı araya saldılar və həmin xəvaricilər də Həzrət Əleyhisselama təzyiq göstərdilər və müharibəni dayandırılması sülh təklif etdilər və hakim təyin olunan Əbu Musa Əl-Əşəri, hansı ki onun heç bir siyasətdən başı çıxmırdı və çox böyük səhv eləyərək Əmir ibn As olduqca siyasətçi, hiləgər bir adam idi və onu aldatmağı nəticəsində iki hakimiyyətlik yarandı və Əmir ibn Əl-As xəlifə olaraq Muaviyyəni seçdi. Beləliklə İslam ümmətində iki xəlifəlilik yarandı ki, bunun da sonradan nə qədər böyük bir fəsadlara gətirib çıxarmağı tarixdən bizə məlumdur. Bundan sonra onun daha bir fitnəsi, o da Ayşə xanımın kiçik qardaşı Məhəmmədi, bildiyimiz kimi onu Həzrət Əleyhisselam uşaqlıqdan 2-4 yaşlarından böyütmüşdü və Həzrət Əleyhisselam xəlifə seçilən kimi 656-cı ildə onu Misrə vali təyin etmişdi və həmin Məhəmmədin üzərinə o mömin, çox təqvalı bir gənc idi və onun üzərinə Muaviyyə 4000 qoşun verərək Əmir ibn Əlası onun üzərinə göndərmişdi və döyüşdə Məhəmməd şəhid olmuşdu. Təsəvvür eləyin ki, hörmətli dinləyicilər, bu deməli Peyğəmbərə düşmən olan bu Əməvi tayfasının nümayəndələri təsəvvür eləyin ki, Məhəmmədin başını kəsib Muaviyyəyə göndərdilər, bədənini isə eşşək leşinin içərisinə qoyub yandırdılar. Buna görə Ayşə xanım qadınlarla bir yerdə, qohumları və qadınlarla bir yerdə ömrünün axırına qədər məsciddə Muaviyyə və Əmir ibn Əlasa lənət oxumuşdur. Bu, tarix kitablarında həm Əhl-i-Sünnə, həm də Şiyə tarix kitablarında keçmişdir. Deməli, Muaviyyənin İslam ümməti arasında törətdiyi fitnələr saysız hesabsızdır. Bundan başqa o 50 min tarix kitablarında qeyd olunur. 50 minə qədər Həzrət Əleyhisselam Peyğəmbərin qohumlarını müxtəlif həbsxanalarda işgəncə ilə qətlə yetirmişdir. Bundan sonra onun deməli 19 il xəlifə Muaviyyə olmuşdur. Ondan sonra deməli 680-ci ildə onun ölümündən sonra oğlu Yezid xəlifə olmuşdur. Onun məcburi cəmaata beyət etməyi nəticəsində xəlifə olmuşdur və
Yezidin də üç böyük, ən böyük İslam aləmində fitnələri olmuşdur ki, bu fitnələrin də nəticəsində İslam ümməti qiyamətə qədər vəhdəti parçalanmış və onların bir araya gəlməsi də çətin görükür. Deməli, bunların biri 680-ci ildə o hakimiyyətə keçən kimi Kərbəla hadisəsini törətmişdir və Peyğəmbərin Əhl-i Beyt üzvü olan İmam Hüseyni və onun ailəsini yaxın 72 səhabəsi ilə bir də şəhid etmişdir. Onun ailəsini zəncirlənmiş Şama aparmışdır və bu qətliamı törətməyindən bildiyimiz kimi keçən çıxışlarda demişdik. Əbu Reyhan Biruni, Əhl-i-Sünnə alimi onun küfürləri barədə xüsusi bir kitab da yazmışdır və o karvana baxıb Peyğəmbər səndən intiqamımızı aldıq deyə belə bir beytdə yazmışdır. Bundan sonra deməli ikinci bir böyük faciə yaşanmışdı. Əfsuslar olsun ki, bu günə qədər bu faciəni bir çox məzhəb təəssübkeşləri gizlətməyə çalışmışlar. Yüzillərlə bundan danışılmamışdır. Bu Hərrə faciəsidir. Yəni, demək olmaz ki, İslam ümməti Yezidin bu hərəkətlərinə Kərbəladan sonra bir çox yerlərdə, İslam vilayətlərində üsyanlar baş vermişdi. Bunların da ən böyüyü Mədinədə olan üsyan idi ki, və Kərbəla faciəsindən sonra Mədinə xalqı valini qovmuşdular və Yezidə qarşı üsyan etmişlər. Yezid 683-cü ildə Müslim ibn Üqbənin başçılığı altında 12 minlik qoşun yeritdi. Qısa müddət ərzində onlar Mədinə şəhərinə girdilər və hörmətli izləyicilər, təsəvvür edin ki, Mədinə kişilərin qətl etdilər və qadınların isə namuslarına toxundular. Və Mədinə hansı şəhər idi ki, Peyğəmbər əleyhissalam orada döyüşü haram bilmişdi, lənətləmişdi və şəhərdə həmin deməli Əməvi sülaləsinin nümayəndələri burada qətliam törətdilər və o qadınların içinə təcavüz etdiyi qadınların da bir qismi Peyğəmbər əleyhissalamın nə qədər də dəhşətli görünsə də qohumları idi. Əllamə Hüseyn Məsudi Mürüc Zəhəb əsərində yazır ki, bu hadisədən sonra qadınlar 1000 ədəd, 1000-ə yaxın qanunsuz uşaq dünyaya gətirdilər ki, o qadınların da içərisində Peyğəmbərin qohumları da hətta var idi. Əlbəttə, Peyğəmbər əleyhissalamın sonuncu yaşadığı şəhər Mədinə şəhəri idi və qohumları da orada idi və onlar da bu təcavüzə, namus təcavüzünə məruz qalmışlar. Bu olduqca biabırçı, dəhşətli bir faciədir. Bunu həm məzhəb təəssübkeşləri gizlədirdilər və bir tərəfdən də Kərbəla hadisəsinin olduqca böyüklüyü ola bilsin ki, buna da bir kölgə salmışdır. Lakin Hərrə faciəsi Peyğəmbər əleyhissalamın və bütün Mədinə qadınlarının namusuna təcavüz olunması hadisəsidir. Bundan sonra onun Yezidin üçüncü ən böyük yenə fitnəsi var. Bunun da deməli Mədinə əhalisini cəzalandıran ordu Yezidin əmri ilə Məkkə üzərinə yürüşə başladı və yolda sərkərdə öldü. Deməli, Müslim ibn Üqbənin yerinə Hüseyn ibn Nümeyr sərkərdə seçildi və onun sərkərdəliyi altında qoşun Məkkə şəhərinə hücuma keçdi. Məkkə şəhərində də özünü xəlifə elan edən yenə Ayşə xanımın bacısı Əsmanın oğlu Abdullah idi və bildiyimiz kimi Zübeyir Əsmanın yoldaşı idi. Zübeyir ibn Əvvam, onun oğlu Abdullah ibn Zübeyir özünü xəlifə elan etmişdi və onun üzərinə qoşun göndərildi. Qoşun 2 ay müddətində Kəbəni Məkkənin manzaraqlarla od və daş yağdırdı və bunun da nəticəsində Kəbənin bir hissəsi dağılaraq yandı. İndi təsəvvür edin, hörmətli izləyicilər, Əməvi sülaləsinin Peyğəmbər əleyhissalama qarşı olan bu düşmənçiliyi nələrə səbəb oldu? İslam ümməti arasında elə bir fitnələrə səbəb oldu ki, bundan artıq onlar belə bir düşmənçilik, başqa bir fitnə sala bilməzdilər ki, onun da ən dəhşətlisini bu ata-bala İslam ümmətinə bu şəkildə ziyan vurdu. Bundan sonra insan şeytanlarından da biz danışmaq istəyirik. Nədir bu məsələ? Yəni, insanların arasında həm iblis başda olmaqla bildiyimiz kimi iblisin tayfası
cinlərdir. Cinlərin içərisində möminlər və kafirlər də var. Az bir qismi mömindirlər. Onlar Allaha və Peyğəmbərə iman gətirmişlər və böyük bir hissəsi isə kafirlərdir və onların kafir olmağının da bir səbəbi insanları azdırmaqları, onların qəlblərinə pozuculuq fəaliyyəti fısıldamalardır. Bunlardan başqa insanların özlərindən də şeytan olur. Deməli, şeytan anlayışına da bir şərh verək ki, şeytan, hörmətli izləyicilər, ayrıca bir varlıq deyil. Şeytan adında ayrıca bir varlıq deyil. Şeytan deyiləndə əsasən iblis nəzərdə tutulur ki, onun da adı Haris və yaxud da Hərisdir. Şeytan özü Allaha asi olan və asiliyi tüğyan edən hər bir varlığa deyilir. Yəni, insanda şeytan ola bilər və Quranın sonuncu surəsində, Nas surəsində və Allah Teala insanlara öyrətdiyi sığınması lazım gələn varlıqlardan da biri şeytanlardır ki, onlar da cinlərdən də olur, insanlardan da. Deməli, həmin insanlar həqiqətən də müasir dövrümüzdə də görürük belə insanları. Şeytanın görəcəyi bütün işləri sanki öhdələrinə götürüblər. Onların işləri ümumiyyətlə dindarlara sataşmaq, dinə sataşmaq, din xadimlərinə sataşmaq, din barədə, din xadimləri, mollalar barədə lətifələr danışmaq və insanları düz yolundan azdırmaqdır. Bunlar fitnə salanlardır. Peyğəmbər əleyhissalam bunları Allahın düşmənləri adlandırmışlar. Bunlar özləri ya bilərəkdən, ya bilməyəkdən. Həqiqətən də onlar İslam düşmənləridir və pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Bundan sonra sonuncu yenə bir fitnə haqqında da danışaq. Bunlar İslam aləmində Monqolların fitnəsidir ki, bu fitnə də müəyyən 100 ildən çox İslam aləminin birliyini, vəhdətini pozmuşdur və insanların kütləvi qətl olunmasına və ana bacılarımızın, müsəlman ümməti qadınlarının hətta namus təcavüzünə gətirib çıxarmaqına səbəb olmuşdur. Bu, deməli, 13-cü əsrin əvvəllərində Çingiz Xan adında kafir, bütpərəst və insanlıqdan uzaq bir insanın Monqolistanda peyda olmağı və ondan sonra İslam aləminə hücum ilə bağlıdır. Biz bu hücumdan danışmırıq. Bu, yeganə bəlkə dünyada ordu idi ki, ordunun hücumundan əvvəl onun mütləq surətdə fitnəsi yayılırdı. Bu, kafir Çingizin bir metodu idi. O, ümumiyyətlə, yəni hücum etdiyi ölkələrə birinci tacirlərin başçılığı altında öz cəsuslarını göndərirdi və onlar Monqolların dəhşətindən danışırdılar. Onlara tabi olmayanların pis aqibətlə üzləşəcəyinin və qadınların təcavüzə məruz qalacağından danışırdılar və beləliklə müsəlmanlar arasında olduqca böyük bir qorxu salırdılar ki, onun da nəticəsində müsəlman ümmətinin vəhdəti pozulmuşdur. Deməli, hörmətli izləyicilər, mən bir məsələni də sizin nəzərinizə çatdırmaq istəyirəm söhbətin sonunda. Bu da bizim millət haqqındadır. Bizim millət olduqca rəhimli, qayğıkeş və qonaqpərvər millətik. Amma bizim millətin də sahib olduğu pis xüsusiyyətlər var. O pis xüsusiyyətlərdən biri də unutqanlıqdır. Təsəvvür edin ki, bizim millət o qədər unutqanıq ki, biz vaxtilə ana bacılarımızın namusuna toxulan bu alçaq Çingiz Xanın, kafir Çingiz Xanın adını da belə yaşadırıq və onu uşaqlarımıza da qoyuruq və hətta yaşa müxtəlif obyektlərə, Şadlıq sarayına da bu adı qoyuruq və fikirləşmirik ki, bu adam Türkün düşmənidir, bu adam İslamın düşmənidir, bu adam insanlığın düşmənidir. Bəziləri onun haqqında Fatih deyərək ağız dolusu danışırlar. Bunlar İslam prinsiplərinə, İslam imanına, ümumiyyətlə Allaha olan imana birbaşa ziddir və böyük günah əməllərdəndir. Yəni bu şəkildə onun təbliğ olunması, insanlar arasında ona simpatiya ilə yanaşılması Allahın dinindən uzaqlaşmaq və fitnə törətməkdir. Mən hər bir dinləyiciyə bu fitnələrdən uzaq olmağı və ətrafımızı da, övladlarımızı da, ailəmizi də bu yöndə tərbiyə etməyi arzulayıram. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.